qul bilməlidir ki, o nə qədər Allahın itaəti üzərində məşəqqətlərə səbr etsə, Allah Teala onun üçün böyük mükafatlar hazırlamışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir qula səbirdən daha xeyirli bir şey verilməmişdir. Eyni zamanda da daha geniş bir şey verilməmişdir. Yəni, insan nə qədər səbr edərsə, səbirli olarsa, ibadətlər və itaət üzərində Allah Teala onun mükafatını verəcək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni bir qula səbirdən daha xeyirli olan bir ruzi verilməmişdir. Səbir özü də ruzi adlandırılır. Fikir verin və o baxımdan insan öz nəfsini həbs edir. Nəyin üzərində? Məhz bu aya görə, oruca görə günahlardan çəkinir və günahlardan uzaq olur, nəfsini, istəklərini tərk edir, öz havasına uymur, səbr edir. Və bu baxımdan da onun Allah qatında bu əməlinə görə dərəcəsi yüksəlir və o öz dilini qoruyur, əməllərini qoruyur və zahirini və batinini qorumağa çalışır və bu da onun üçün xeyirdir.